Salmanova Əziz yoldaşımdır. Salmanova Uzay İsmail qızı. Yoldaş Prender, səndən xahiş eləyirəm. Sağa mən nənə qurban, ölüm qabağında. Bax, bu şəraitdə yaşayıram. Odunu gətirib yığıram evin içinə. Dolanışıq yoxdur, şaxtadır, qiyamaqdır. Qadan alaram sənin. Bizə səndən xahişim odur. Bizə bir 3 milyon əhalini təmin elədin. Laçın rayonumuzu almışsan. Bütün yerləri aldın. Qeyrətinə qurban olum. Canım sənə qurban, ölüm qabağında. Bax, bu şəraitdə yaşayıram. Səndən xahiş eləyirəm. Bizə mənim Laçında, öz vətənimdə, qar kağısında öz evimi təmin eləsinlər, versinlər mənə. And olsun Allaha, sağ mən nənə qurban. Ayrı şey istəmirəm. Ağsaqqal kişi xəstədir. Özüm də Allah haqqı ağac əlimdə. Qılçalarım yaradır, yeriyə bilmirəm. Soyuqlamışıq valla. Kişi də xəstədir. Ölüm sənin qabağında. Bizə səndən tələb eləyirəm. Mehriban xanım, sağ mən nənə qurban. Ölüm sənin qabağında. Qadının yaşayışın başa düşər. Qadan alaram sənin. İsti suyum yox, soyuq suyum yox. Bax, bu şəraitdə oluram. Beton içində. Qonşu gəlib mənə köməklik, bir ayğaltı düzəltmişik ki, nənə ağsaqqal adamsan. Bu şəraitdə yaşamaq olmaz. Sağ mən nənə qurban. İdarə həyətidir bura. Heydər Əliyev prezidentində burada olub, zavodun ərazisində. Onu da mənə deyirlər ki, buradan çıxın nətər 3 milyon əhalini prezidentimiz alıb, sağ bir dənə otaq tikib verə bilmədi. Valla mən də deyirəm, gərək evim olar ki, gedəm. Sənin qadan alım, başına dönüm. Bir tər düzəldin, ölüm qabağında. Sahil Babayev məştaqa xəstəsidir mənim oğlum. Mənim oğlumun pensiyasında kəsdim. Onu da qaldırıb qoymuşsan qəlbiyə. Ölüm sənin qabağında. İmkan qədər xahiş eləyirəm. Kişi də xəstədir. Mənə bir tədbir görün. Var istəmirəm, dövlət istəmirəm. Bircə gedim o kətdə cəmaatın içində. Yaşımın çoxu gedib. Laçından çıxanda 29 yaşım var, indi 67 yaşım var. 80 yaşında da kişi var. Və mən neyim ölüm qabağında. Sağa gələn azar mənə gəlir. Bax, zavodun ərazisidir. Qaraba bir binadır. Yayda ilanlar mən yiyir. İşte olanda soyuqdan doluram. Deyirəm əşli səhəndən yenə şaxtadır. Sağa ürəyəm qurban. Ayağın altında mən nənən ölsün. Qadan alaram, mənə bir köməkdarlıq. Sənin başına dönümsən, qeyrətli kişinin oğlusan. Atan görünə də qurban olum. Adına da qurban olum, balalarına da qurban olum. Bircə səndən xahişim odur, məni bir evlə təmin elə. Laçının Qaşqın komuna getdim, heç məni vecin alan yoxdur. Röşən Rızayevə də ərzə yazdıq, məktub. Mənə deyir, nənə bir, heç bir şey bilmirlər ki, mən zavodun harasında oluram. Səndən xahiş edirəm, nümayəndə göndər. Mənim qapıma nümayəndə göndər, bəlkə yalan deyirəm. Şəraitim bəlkə də yaxşıdır, sizə yalan deyirəm. Gəlin mənim şəraitimə baxın. İdeyə bax, belə də mal təsidir. İdeyə bax, pəncərəm də yoxdur. İndiyə qədər şikayət sat verməmişəm ki, ayıbdır. İlham kimi qeyrətli oğlumuz var. Ona qurban olum, o dəmir yumruğa mən nənə qurban. Onun üçün şikayət verməmişəm ki, bəlkə də dedim, indi görək bizi də nəzərə alan olar. Amma görürəm yox ki, heç mən adam sayan yoxdur. 4 dənə xəstəm var evimdə. Oğlum xəstə, özüm xəstə, gəlin xəstə. Oğlum da, yoldaşım da 82 yaşı var. Düyüm var, səhər yoxdur. Elə gedim bir ay, 2 ay elə heç olmasa. Heç bir elə ömrüm qalmayıb, nənə qurban. Çoxu gedib, azı qalıb. Bir deyə bax, belədir yaşayışın. Nümayəndə də göndər, mənə inanmırsın. Gəlsin, nümayəndələr baxsın. Bax, bu şərətdə yaşayıram mən. Bax, belə. Hər tərəf dağınlar. Bir deyə bax, belə. Düzəldə də bilmirəm. Vallahi imkanım yoxdur gələndən. Oğlum 12 ildir, 15 ildir xəstədir. Bir deyə bax, bu şərətdə yaşayıram. Sağ mən nənə qurban. İmkan qədər səndən xahiş eləyirəm. Mənim bu evlə təmin elə. Bilmirəm, Laçının ərazisində kimin ağzı bağlı evi var. Hamı çox evi bağlayıb, kiriyə verib çıxıb gedir. Sağ qurban olun. Mənə bir dənə otaq verin, içində olun. Qadan alım, ayrı şey istəmirəm sizdə. Tutsam da xəstər sizə yeriyə də bilmirəm. Hani ölürəm olsun. Yaşını çox verir. Deyir belə, gəlir içində. İnsan yaşlar. İnsan olar. Gəbir, gəl. Bax, bu şərətdə yaşayıram, ölüm qabağında. Dəmirdir, betondur. Ağsaqqal kişidir, 80 yaşlı var.
Hələ incə qədər birinizin adını çəkməmişlər. Gəl, gəl.